İnsan Allahı tanımağa çalışır. Paralel insan özünü tanımağa çalışır. Bu ikisi arasında əlaqə var sizə görə? Necə var əlaqə? Mütləq var, mənada var. Əlbəttə əlaqə var. Da bunun ən uca səslənəni, yaxşı, dolğun, siqlətli deyən Əli əleyhissalam deyib ki, kim özünü tanısa, o Rəbbini tanıyar. Mən ərəfə nəfsəhu, fəqat ərəfə Rəbbəhu. Özə demir Allahını tanıyar. Bizdə belədir ki, məsələn, Allah deyəndə Allah ümumi bütün sifətlər Allahda cəm olub. Amma məxsusi deyəndə ki, Rəbb, Allahın Xaliq adı da var, yəni yaradan. Rəbb adı da var. Rəbbin içərisində Xaliq də var. Rəbb sözü tərbiyyət sözündəndir, tərbiyyət verən. İnsanı yaradıb, başlı-başına buraxmayıb. Ona tərbiyyət verir, onu becərdir, bağban misalı. Və həmişə də mövzular Allahı tanımaq Rəbb sifətinin üstündə olur, nəinki Xaliq. Çox adam bilir ki, istərsiniz mənə bir yaradan bir varlıq var. Hər nədir adı. Mənə bir yaradan varlığı var, biri ana təbiət deyir, birinə hərə bir ad qoyur. Amma Allahın o rububiyyət sifəti ki var, hətta Quranda da deyir ki, mən sizin Rəbbiniz deyiləm, Rəbbiniz. Demir Allahınız, demir Xaliqiniz, öldürən, dirildən, Allahın nə qədər sifətləri var da, adları var. Məhz Rəbbi deyir, Rəbbi becərdəndir. Çünki biz bəzən Rəbb adını unuduruq. Yəni, onun o xüsusiyyətini, onun o sifətini unuduruq. Elə bilirik ki, elə işi biz görürük. Və hər bir adam səhər açılan, axşamıycan, nə işi görüb, axşam fikirləşsin. Mən nə planlar qururdum? Nəticədə nə oldu? Bizə ancaq plan qurmaq qalır da, Allah istəyən olur. Biz Rəbb adını unuduruq bəzən. Elə bilirik ki, işi özümüz düzüb qoşuruq, işi özümüz həllələyəcəyik. Bəzən bununla gəlir, insan özünə arxayınçılığı olur. İnsan özünə güvənməlidir, mütləq mənada. Amma bilinməlidir ki, hər işi becərdən Rəbbidir. Buna bənzir bir söz nəyə? Biz toxumu ancaq yerə bastırırıq. Bizim bağbanın işi nədir? Toxumu yerə bastırmaq. Oradan onu düzərdib çıxartan Allahdır. Ona görə Rəbb sifəti odur ki, kim özünü tanısa, özünü, Rəbbini tanımış olur. Onu yaradıb, ona tərbiyyət verəni tanımış olur. Və insan o ki, qaldı Allahı tanımağa, Allahı tanımaq mümkün deyil. Bilirsiniz nəyə görə? Biz məhdud varlığıq. Allah isə qeyri-məhdud varlıqdır. Bir məhdud varlığın, qeyri-məhdud varlığı fəhm eləməyi, tanımağı, anlamağı, bu mümkündür, bu absurd bir şey. Amma hiss eləyə bilər. Əhsən. Amma nə var burada? Burada bir incə bir məsələ var ki, o hiss eləyir ki, insan hiss edir ki, məni yaradan var, məni tərbiyyət eləyən var, yəni cücərdən, becərdən var məni və mənə nəzarət eləyən var. Və məni hansısa bir aləmdən bu aləmə gətirib, bu aləmdən başqa bir aləmə aparan bir ali varlıq var. Bunu insan hiss eləyir. Buna deyərlər tanımaq, mərifətullah. Yəni, bəli, insan özünü tanısa, özü içərisini, o başlayır onun Rəbbini tanımağa, öz Rəbbini tanımağa. İlahidən gələn hər, belə deyim, bir hissi insan ilham hesab eləyə bilər və nəfslə o ilahi təkan arasındakı fərq nədir? Ki, insan o öz nəfsi ilə Allahdan olan o bir təkanı, o mesajı bir fərqləndirsin. Onun, məsəl üçün, dini terminlər var da, hər bir sahənin özünün məxsusi termini var. Məsəl üçün, çəkilişdədir, motor, nə bilim, nə falan, belə olmur. Hər sahədə bir termin, bir jargon var. Dini termində sizin dediyiniz məsələyə Allahdan gələn fikirlərə, Allahdan gələn
İlham deyərlər. İlham. Amma o nəfsdən düz gələn ona vəsvəsə deyərlər. Adı belədir də, o termin olaraq belədir. İndi onu sonra hər sahə özünə məxsus işlədir, bir cür işlədir də. Biri deyir, məsəl üçün, egoya qapandım, yalançı kimliyimin səsi. Bu cür nə də demək olar da, yalançı kimliyimin səsi. Buna indi vəsvəsə deyilir. Adını nə qoyaq da, fərqi yoxdur ki onun. O vəsvəsə ilə ilham bəzən qarışır bir-birinə. Ki, görəsən bu ilahidən gələn səsdir, yoxsa mənim nəfsimin pıçıldısıdır, vəsvəsəsidir. Bunu ayırt eləməyin yolları var. Yolu nədir? İnsana gələn fikir, əgər Allahın dediyi qanun qayda ilə, Qurandan, hədislə, şəriətlə, hər hansı ki, düz bildiyim bir nə ki var, mən Quranı düz bilirəm, hədisi düz bilirəm, məsəl üçün. Dini qanun qaydaları ədalətli və düzgün bilirəmsə, mənə gələn fikri onlarla uzlaşdırıram. Onlarla düz gəlirsə, bu ilhamdır, ilahidən gələndir. Düz gəlmirsə, vəsvəsədir. Yəni, əksdirsə, vəsvəsədir. Bir dənə onda sual verim, bax, belə deyim. Tanınmış rəssamlar, tanınmış bəstəkarlar həmişə hansısa bir şedevr əsərlərini yaradanda deyirlər ki, bizə bir ilham gəldi. Amma dində musiqi və sənət əsəri də belə rəsm çəkmək, bu mən bildiyimə görə o qədər də məqbul sayılmır. Yox, elə bir şey, indi yoxdur elə bir şey. Bu vəsvəsə ilə ilhamın onda bax burada fərqi nə oldu? Əvvəla birinci odur ki, rəsm əsəri çəkmək elə bir o vaxt üçün idi. Yəni indi hal-hazırda elə bir şey problem yoxdur. Hədisdə var ki, canlı rəsm çəkmək, canlı varlığın rəsmini çəkmək bəyənilən bir şey deyil. Silüetini əks etdirmək. Oradan da məqsəd odur ki, indi o vaxtı onlara tapınırdılar, ibadət eləyirdilər falan o nöqteyi nəzərdən. İndi kimdə şəkil çəkib ona ibadət eləyən, yəni belə. Amma əla kulli hal nə olursa olsun, indi bunda bizim işimiz yoxdur. Əsas deyilişdən gedirsə söhbət, bir bəstəkar bir mahnı bestələdi. Dedi ki, mənə ilham gəldi. İndi onu nə desin, axır onun adını ilham qoyub deyir də. Həvəs deyir də, o həvəsdir, həvəs gəldi. Şairlər deyir, mənə təbim gəldi, təb gəldi mənə. İndi hərə bir ad qoyur. Amma hər hansı bir fikir olursa olsun, ya ilhamdır, ya vəsvəsədir. Yəni onun nəticə artıq bəllidir. Həqiqətlə uyğun gəlirsə, bəli, həqiqətlə uyğun gəlirsə ilhamdır. Həqiqətlə uyğun gəlmirsə, vəsvəsədir. Bizdə el arasında da söz var, deyir bir dəli şeytan deyir falan elə. Əslində bu dolayısıyla inkarın inkarı özü bir təsdiqdir də. Şeytan fərli söz deməz, ağıllı şeytan. Amma bu dəli şeytan deyirsə, demək düz deyir də. Şeytan adətən pis fikir deyər. Busa dəli şeytandır. Demək ağıllı fikir o mən və yaxud da kör şeytan. Yəni şeytan kör ola bilir. O mənada yox. Yəni bəsirəti kör olan, yəni ki kör şeytandır da bu. Deyir ki belə ilə. Yəni nədir, şeytan ağıllı şeytan olsaydı, dəli olmasaydı, görən şeytan olsaydı, təbii ki, pis yol dəvət edəcəkdi. Demək, bu ağılsızdır, dəlidir və yaxud kördür ki, bu ağıllı fikir üçün deyirlər də, bir dəli şeytan deyir, belə bir dənə şey eləginə. Onu, yəni deyirəm, bunları nə üçün deyirəm? Terminlər başqa-başqa ola bilər. Amma hər hansı bir fikir gəlirsə gəlsin, Allah bəyənən düzgün fikirdirsə, ilhamdır. Məsələn, ondan da üstünü var, vəhiy deyərlər ona. Birbaşa o artıq, tək Peyğəmbərə aid deyil o. Məsəl üçün, Allah Teala, nəinki bəndəyə, Allah Teala dedi ki, biz bal arısına vəhiy elədik. Artıq bu, bilirsiniz nədir? Yəni, biz ona bu xüsusiyyəti yerləşdirdik. Bu işi görəcək. Bir çip qoyulub buna ki, sən bu işi görəcəksən. Buna deyərlər vəhiy.
O ki, qaldı peyğəmbərlərə, peyğəmbərlərin bəyəm hamısına mələk gəlib, nazil olub, yox. Peyğəmbərlərin əksəriyyəti Allahdan vəhiyi yuxu ilə alıblar. Hətta Quranda da İbrahim əleyhissalam deyir ki, mən yuxuda gördüm ki, İsmail edir, sənin qurban kəssin. Yuxuda gördüm. Hətta bu hələ-bələ adamın yuxusu deyir, peyğəmbərin yuxusu hələ vəhy olar da. O deməkdir. Hər hansısa mesaj ki gəlir, Musa peyğəmbər Allahla danışdı. Necə Allahla danışdı, nə deməkdir? Yəni, bu məcazi mənada da Allahla danışdı. Məsəl üçün, tutalım, zeytun ağacından səs gəldi. Allah Teala hava seli yaradıb, səs telləri yaradıb, dil, dodaq, damaq, diş filan, bunların vasitəsilə insan səs çıxartır, insanlar bir-birini başa düşür. Bu səsdir. Səs özü ayrıcı bir məxluqdur. Ayrıca bir səs, ayrıca bir məxluqdur da. Elə deyil. Özü də bir yaradılmışdır da. O səs insanın ağzından çıxdı və yaxud zeytin ağacının titreşimi ilə çıxdı, məsəl üçün. Əsas o ki, informasiya gəldi A nöqtəsindən B nöqtəsinə, bu informasiya gəldi. Qəbul edəndən asılıdır da artıq o səsi o necə? Əlbəttə ki, qəbul eləyəndən asılıdır ki, mümkündür ki, başqası heç bilməz buradan nə səs gəlir, nə deyir, nə demir. Qəbul eləyənə Allah Teala bir qüdrət verir və səs adlı məxluqa deyir ki, ona bu şeyi xəbər verir. Yəni, proses bu cürünə gedir. Yoxsa ki, ağac durdu, danışdı, yəni belə multfilm deyir. Qəlbin oyanmasının ilk əlamətləri nələrdir? İnsan bunu necə hiss eləyə bilir? Ki, qəlbi oyanıb, yoxsa yox? İnsana elə də gələ bilər ki, onun qəlbi oyanıb. Qəlbin oyanmağının, əvvəla qəlbin necə oyanır, birdən-birə oyanmır ki, hissə. İnsan nəfsani hisslərinin, sevdiyi o nəfsani hissləri var insanın ki, onu sevir, ondan əl çəkə bilmir. Onlara qalib gəldikcə özü hiss eləyir ki, içəridə qəlbi genişlənir. Başqa vaxtı ona təsir edən dünyavi, məsəl üçün, qəmlər və yaxud sevinclər artıq ona o qədər də təsir eləmir. Dünyanın sevincinə o dərəcədə də sevinmir. Dünyanın qəminə o qədər də qəmlənmir. Onun sevinci də başqalaşır, qəmi də başqalaşır. Və ən əsas da qəlbi geniş insan başlayır özünü unudur. Başlayır ətraf haqqında daha çox fikirləşir. Başqasının halına yana bilir. Başqasının halına yanmaq. Mərhəmət hissin, oyanmağı. Tək mərhəmət hissinin içərisində bir rəhm eləmək, bir yazığı gəlmək də var. Daha da böyük. Niyə soruşuram? Yəni, düşüncələrdən çox, yəni belə deyim də, beynindən çox artıq qəlbini mi dinləməyə başlayır? O da var. Amma bu demək deyir ki, ağla zidd olan şeyləri qəlb deyir. Yox, ağıl. Qəlbi islah etmək üçün bir vasitədir. Qəlbin qapısını açmaq üçün. Ondan sonra axır qəlb ki, islah oldu. Əql qəlbi islah eləyəndən sonra bəli, yol qəlbindir. Ağlın deyil. Yol qəlbindir. Eşq-üdür hər nə varsa aləmdə, elmi bir qeyli qalmış ancaq. Ağlın dediyi şeylər sənə ancaq qapı göstərir. Mən həmişə bu misalı çəkmişəm. Ağlın işi nədir? Xəstələnmişəm, həkim qapısına aparsın məni. Ağıl axtarır, araşdırır, bu həkim necədir, o həkim necədir, o daha yaxşıdır, məsləhətləşir, hara qədər, qapıya qədər. Qapıdan içəri artıq ağlın işidir. Qapıdan içəri girdin, işi təhvil verirsən mütəxəssisinə. Artıq ağıl qəlbi islah edənə qədərdir, qəlbin qapısını açana qədərdir. Ağlın işi odur ki, diyansın qəlbin qapısında Allahdan başqasını içəriyə buraxmasın. Həzrət Əli deyir də onu. Bir nəfər deyir Həzrət Əliyə ki, sən necə məqama çıxmısan? Deyir, mən dayandım qapıda, Allahdan başqasını içəri buraxmadım. Bu gedir bir müddətdən sonra gəlir. Deyir, mən də hələ elədim, amma bir effekt olmadı. Dedi, neynədin? Dedi, girdim qəlbimin içinə, Allahdan başqa nə var çıxartdım.
Amma Allah gəlmədi ora. Deyir, özün içəridə idin. Deyir, hə, deyir, Allah gəlməz ki. Mən dedim, qapının ağzında dayanmışam. Özüm də belə içəri girmirəm. Bunlar incə məsələlərdir, bunlar xırda məsələlər ki, bunun üstündə bu etaplar var da, insan keçdikcə və siz elə bilirsiniz ki, ya, qəlb ki, açıldı, insan qəlbi oyandı, onda uçurum yoxdur, rəzalət yoxdur. Onda ən böyüyü onda başlayır. Ən ağırı odur. Çünki yuxarı mərtəbəyə qalxdıqca yıxılmağın təhlükəsi biraz da artır. O məsələ var. Məhərrəm ayıdır indi. Danışdıqca belə bir sualım yarandı avtomatik. Kərbəla faciəsi beynin məhsuludur, yoxsa qəlbin? Təbii ki, qəlbin məhsuludur. Qəlbin məhsuludur. Kərbəla, məsələn, biz faciə deyirik də ona. Başqa tərəfdən baxanda o qəhrəmanlıqdır. Əlbəttə, sadəcə elə deyilir deyə mənə görə faciə deyil. Bir başqa tərəfdən baxanda fədakarlıqdır. Bir başqa tərəfdən baxanda eşqdir. Özü çox dəhşətli bir eşqdir. Ki, onu təhlil elədikcəm bitmir, tükənmir. Qəlbin işidir. Əlbəttə ki, qəlbin işidir. Bu əqlin işi deyil bu. Əql tamam başqası. Mən məsələn misal çəkək bir dənə deyim ki, həmişə bu misal çəkmişəm. Uşaq vaxtı futbol oynayırsan, ayağın qanıyır filan, heç xəbərin yoxdur. Elə belə vaxtda səsin basar aləmi. Bəzən eşq gəlir, əqli çəkir qırağa. Əqli aciz olur o eşqin qabağında. Və ələl xüsusda ki, təbii ki, ilahi eşqdən gedir söhbət, ha? İlahi eşqdən gedir söhbət. Hüseyn İbn Əlinin ətrafında 72 nəfər səhv eləmirəmsə. Belə rəmz, rəqəm olaraq rəmzi, bəli. Siz daha yəqin dəqiq bilirsiniz bütün. Onların da hamısını sizcə qəlb aparırdı, yoxsa? Mütləq mənada. Əks təqdirdə çox adam yaxınlaşırdı gedəndə İmam Hüseynə. Ki, biz də istəyirik sənlə gedək. Hərəyə bir söz deyirdi. Get filan yerdə filan işin var, get onu həll elə gələrsən. Biri gəldi qoşulmağa, dedi ki, filan şəhərdə sənin verəcəyin var, borcun var. Get onu ver, təmizdən o işdən sonra gəl yenə. O gedənlər var idilər, ha. Onun ətrafında olanlar. Burada bir dənə incə məsələ var. İmam Hüseyn Allah yolunda qurban gedirdi. Yəni canını fəda eləyirdi, amma Allahın yolu təmizlənsin, aydınlansın, cəmaata əyan olsun. Çünki xəbər çatdırmaq çətin idi də o vaxtı. Həqiqəti bir nöqtədən o nöqtəyə çatdıranacan təhrifata uğrayırdı. Məsələ budur ki, İmam Hüseyn dinin yolunda, din yolu aydınlansın deyə canını qurban verir. Amma diqqət edin, onun ətrafında nə qədər adam varsa, onlar canlarını İmam Hüseynin yolunda qurban verirlər. Dinən necə? İmam Hüseyin yolunda necə? Ki, vuruşum mən bu qoşuna qalib gəlim. Mümkün olan bir şey deyil, 72 nəfərsiz, belə qoşunla necə qalib gələsiniz? Məsələ budur ki, özdə müharibə bir yerdə olmayıb, yəni necə bir yerdə, qoşun şəklində olmayıb, bir-bir çıxıblar. Bir-bir. O bir-bir çıxmaqdan məqsəd nə idi? Onsuz da İmam Hüseyni öldürəcəklər. Amma mən vuruşuram onlarla, biraz vaxtı uzadıram ki, biraz gec öldürsünlər. Yəni İmam Hüseynin ömrünə bir ömür qatıram. Onu ilə fəxr eləyirdilər. Onlar ölümə çıxırdılar orada. Və gücü çatan qədər vuruşurdu ki, vaxtı dartsın. Ki, indi Allah kərimdə bəlkə nəsə oldu. Amma ən azından heç olmasa da belə, Allah qabağında heç olmasa mən deyim ki, mən sənin yer üzərində höccətvi nə eləmişəm, gücüm çatan qədər qorumuşam. Bu mövzu haqqında bəzən çox belə müzakirələr gedir. Məsələn, siz indi vurğuladınız ki, o 72 nəfər Hüseyn İbn Əli Allah yolunda gedirdi. 72 nəfər Hüseyn İbn Əliyə görə o zidd deyil dinə ki, kiməsə görə. Yəni Allah yolunda ölməmək, bəndə yolunda ölmək. Əksinə. Onu açardı zəhmət olmasa. Bütün davağırınlar elə bunun üstündədir.
Həmən sualı mən sizə verim. İblis vaxtında Allaha ibadət eləyirdi, eləmirdi? Əvvəl eləyirdi, Adəm yaranana qədər. Bəli. Adəm yarananda İblis Allaha ibadət eləməkdən boyun qaçırdı, yox. Adəmə ibadət. Allah dedi ki, Adəmə səcdə elə, özdə səcdə ya. Yaxşı, Adəmə itaət elə, Adəmi özündən üstün bil, Adəmi sev, sevmədi. Bax, dava bunun davasıdır. Mənim egonun. Bəli. Bu məsələdir ki, biz Allahı sevməyimizi necə bildirə bilərik? Ancaq sevginin yolu budur. Səni sevəni sevməliyəm. Bax, bunun üstündədir bütün dava qırğın. Ay Allah, mən səni sevirəm. Amma ya Adəm mənlikdir. Öyle şey var. Əsl sevginin göstəricisi budur ki, mən sevdiyim bir varlığın sevdiyini sevməliyəm. Başqa yolu yoxdur. Başqa yolu uçurumdur. Şeytanın yoludur. Eyni cavabı dünən belə bir söhbət oldu. Mən əsaslandırıram ki, eşqim nədən irəli gəlir, nədən qaynaqlanır? Mənə qarşı tərəf bir arqument gətirir ki, hədislərdə, yəni ki, Peyğəmbərin buyurduğu hədislərdə belə bir faktor yoxdur da, belə deyək ki, kiməsə mən Qurandan misal bəndəyə, yəni ki, mən də qarşılıqlı da, yəni artıq burada bu polemikalıdır. Mən o qədər bu mövzu narahat eləyir həqiqətən. Mən sadəcə sual, bax, bu sizə də vermək istəyirəm ki, Peyğəmbər əleyhissalam öz nəvəsinin məzarını, əgər nəvə onun özündən əvvəl dünyasını dəyişsəydi də, yəni həyatdır da, o ziyarət eləməyəcəkdi. Əgər dünyasını dəyişsəydi Peyğəmbər sağ olanda, Hüseyn ibn Əli uşaq vaxtında, 10 yaşında, nə bilim, Peyğəmbər onun məzarını ziyarət eləyəcəkdi də, sevdiyi nəvəsi kimi. Və bu sünnət olacaqdı ki, bunu eləyibdi. Peyğəmbər gedib nəvəsinin qəbrini ziyarət eləyib. Yəni, indi bu problemi mən başa düşə bilmirəm. Niyə onu gedib ziyarət eləmək və yaxud da o məzara getmək bu boyda problem yaradır? Peyğəmbərin nəvəsinə. Biz, bu sual verirsiniz, o inkar eləyən adam ki var, bu ziyarəti filanı, ona bu sualı niyə verək ki? Filan şey olsaydı, filan olardı, bu yenə sual altında qalır. Niyə elə deyirik ki, Peyğəmbərimiz əmsi Həmzəni dəfələrlə ziyarət eləyirdi. Şəhid olub da Həmzə. Əmsi də Həmzəni ziyarət eləyirdi. Biz buna nə sözümüz? Bu da var axı. Anası dünyasını dəyişəndə uşaq idi. Amma ağladı və bir neçə kəlmə, hətta Rovza fasonda o cürlə bir şeylər dedi. Şeir formasında. Və ən çox da Həmzəni çox ziyarət eləyirdi. Qəbrin üstündə hətta ağlayırdı. Bu tarixdə fakt var axı, özdəki bütün təriqətlərin, məzhəblərin qəbul elədiyi kitablardadır bu şeylər. Bizim mövzumuz o dövrə deyək, filan cild, filan səhifə, filan, yəni o dövr məsələn. Amma fakt var da, inanırsan, inan. Həm də ki, bir insan bir qəbri ziyarət eləməyi harda oldu ki, insan Allahı unutdu, getdi, qəbrə tapındı, belə şey var. İndi hansı zamanda yaşayırıq? Yəni, çatdırmaq istəyirəm ki, biz imamlarımızı da Peyğəmbərimizə görə sevirik. Ki, Peyğəmbərimizin o sevdiyi nəvəlsi Hüseyn məndəndir, mən Hüseyndən. Yəni, ondan da əlavə bir məsələ var axı. Ondan əlavə budur ki, Peyğəmbər vacib buyurub ki, mənim əhl-i beytimi sevin. Quran deyir, Məvaddətə fil qurban məsələsi ki, ey Peyğəmbər, əgər sənə desələr ki, bu işin müqabilində biz sənin üçün neyniyək, yəni sən bizə Peyğəmbərlik eləmiş, yol göstərmişsən. Deyirəm ki, mənə heç nə lazım deyil, yaxınlarıma sevgidən başqa. Özdə bir neçə yerdə gəlir ki, mənə heç nə lazım deyil. Mən bunu Allah üçün eləyirəm. O biri tərəfdə mənə heç nə lazım deyil, amma dediklərimə əməl eləyin.
Yenə mənə heç nə lazım deyil. Yaxınlarıma nə edirəm? Sevgi göstərin. Zahirdə baxsan ayrı-ayrı şeylərdir. Hə, bu sənə heç lazım deyil. Gah desən belə elə, gah desən belə elə. Amma burada bir incə məsələ var. Bunu misal kimi aydın eləyək. Hələ bil ki, müəllim gəlir, təmənnasız dərs deyir. Deyir ki, sizdən mənə heç nə lazım deyil. Amma bir şərtim var. Dərsə gəlin gedin. Dərsi oxuyun. Dərsdə sakit oturun. Başqa səslənsə də, amma bir şeyə qulluq eləyir də, yəni sənin özün üçündür bu şeylər. Mənə bir xeyri yoxdur bunun. Bu tapışırdığım şeylər var ha, yaxınlarımı sevin. O sevgi sizi düzəldəcək. İnsan yaxşını sevməklə yaxşı olur. Əsas söz bu deyil. Yaxşını sevirsən, yaxşı olursan. Bunların da tövsiyəsi yaxşını sevin də. Çünki bunlar yaxşıdırlar. Bizim ədəbiyyatımızda da məsələn, farsında xub sözü yaxşı deməkdir. Hə? Məsələn, klassik ədəbiyyatımızda xublər deyəndə, yaxşılar deyəndə o silsilə nəzərdə tutulur. Deyir, Sabir rəhmətli deyir, Xosrovi hüsn əzizim, sən imişsən tacı. Xosrov padşahlıqdır, hüsn gözəllik. Gözəllik padşahlığının sənsən tacı. Deyir ki, Xosrovi hüsnün əzizim, sən imişsən tacı. Peyğəmbərə deyir. Sonra deyir ki, xublər cümlə sənin dərgahı möhtacı. Yaxşılar hamı sənin dərgahı möhtacdır. Bu yaxşı deyəndə digər məsumları deyir və hər kəsində Peyğəmbərə bağlılığı var deyə bir söz necədir? Yaxşını sevmək lazımdır. Üstə gəl, yaxşını sevəni sevmək lazımdır. Yaxşını sevənin də sevmək lazımdır. Bu zəncirvarı olmalıdır ki, dünya nicat tapsın, yoxsa dünya nicat tapmayacaq. İnsanlar yaxşını sevməsə, nicat tapmayacaqlar. İnsanların çoxunun axirətdə ağır sorğu-sualı bu olacaq. Falan kəs yaxşı idi, niyə onu sevə bilmədi? Bizim işimiz lap pisdir. Sevmədin dedi. O məsələ var idi, yumurtlamadın. Falvun öşüydün. Sevmədin, niyə öldürdün? Çünki yaxşını sevməmək, yaxşını əslində öldürmək deməkdir. Haqqına girmək deməkdir. Yaxşını sevərlər. Sevmirsənsə, haqqına girirsən. Peyğəmbərimizdən hədis var, insan bilmədiyi şeyin düşmənidir. Bilmədiyin şeyi qurdurursan, işığı falan, tox vuracaqsan hədə. Sən onu da xərab eləyəcəksən. Özün də xərab olacaqsan. Bu qanun deyil. İnsan əvvəl yaxşılığı görməlidir, tanımalıdır, yaxşı nədir, pis nədir. Ondan sonra onu sevməlidir. Sevgi də fədakarlıq tələb edir. Gərək özü də yaxşı olmalıdır ki, yaxşını tanıya bilsin. Yox, indi məsəl üçün əvvəli lazımdır ki, ola bilər ki, indi hələ bilmirsən yaxşı nədir, pis nədir. Əvvəl heç olmasa bil yaxşı nədir, pis nədir. Sonra yaxşını sev, biləsən ki, bu yaxşıdır. Ona xidmət elədikcən yaxşılaşacaqsan. Söz məni çox tutdu. Yaxşını sev. Bu çox maraqlı sualdır. Kərbəla hadisəsinin ən böyük məğlubu kimdir? Kərbəla hadisəsində ən böyük məğlub təbii ki, qarşı dünyapərəstlər məğlub oldular. Onlar zatən məğlub idilər dünyanı seçəndə. Amma qarşı tərəfin biraz araşdırmaq lazımdır. Hansı kateqoriya adamlardılar? Bir dəstə adamlar var ki, onlar meydanda döyürdülər. Onlar pərdə arxası mənfi qəhrəmanlardır, pərdə arxası. Məsələn, Yezidin orada nə işi vardı? Yezid əmrini vermişdi. Amma o Yezid əmr verəndə elə-belə əmr verməmişdi. Bir dənə qazı var idi ki, Şüreyh qazı o fətva vermişdi. Elə-belə iş deyil, Peyğəmbərin nəvəsini öldürür də.
bunu bəzəməlidir. Bunu salmalıdır kitab dəftərə. Qazidən fətva almalıdır. Qazi özü yoxdur, fətvası var. Sonra birbaşa Kərbəla çölündə Kufənin təzə o başçısı var idi da orada, Ubeydullah İbn Ziyad. İbn Ziyad özü orada iştirak eləmir, amma bütün oradakı səhnəni, Kufəni 180 dərəcə dəyişdi filan. Əməlli başda o hiyləgərlikdə İbn Ziyad böyük bir iş gördü. Bunlar meydanda olmayanlardı. Bunlar birbaşa İslama düşmənlərdi. Bunlar birbaşa kafərdilər. Niyə görə? Sübutlar da var da. Yezid deyir ki, İmam Hüseynin başını görəndən sonra deyir ki, qoy mənim o Bədirdə babalarım, Bədirdə ölən babalarım kaş görərdilər bunu. Necə intiqam aldım bunlardan və sevinərdilər, mənə fəxr eləyərdilər. Bu açıq aşkar dinə meydan oxumaqdır. Bu deyir ki, nə qədər ki Peyğəmbərin adı əzanda çəkilirdir, biz narahatıq deyir. Bu sözləri deyir. Bunlar aləmi qatırdılar bir-birinə. O mütəxəssisi seçmək də böyük bir, o kadr tapmaq da böyük bir hünər tələb eləyir. Yezid doğrudan da İbn Ziyadı, Ubeydullah İbn Ziyadı yaxşı tapmışdı ki, orada o işi o görməlidir. Amma qaldı ki, meydana gedəndə orada Ömər Səd var. Ömər ibn Səd. Səd ibn Vaqqasın oğlu Ömər. Orada Şimir var idi. Niyə görə o iki dənə? Çünki onlar Ubeydullah ibn Ziyad onları bilə-bilə oraya yollamışdı ki, birdən biri dala çəkilsə, o biri gəlsin qabağa. Və iki dənə rəqibi də qoyublar ki, hansınız bu işə rəhbərlik eləsiniz, vəzifəni sizə verəcək. Ki, Ömər bilir ki, biraz dala çəkilsəm, Şümür var orada. Şümür deyir, dala çəkilsən, Ömər rəqabət yaranır və içəridə də özlərinə bəraət qazandırırlar ki, bu onsuz da öləcəkdə fərqi nədir, mən öldürdüm, yox, bu öldürdü. Onsuz da ölür. Sən ölməlisən ki, biz yaşayaq. Belə bir şey var da. Bu cür adamlar idi ki, zalimin əmrinə canla başla xidmət eləyər. O bir dənə misal var, bir filmdən idi də, deyir ki, əmr almaq başqa, zövq almaq başqa. Gəlir, məsələsində, bunun rəisi, bunun böyüyü buna tapşırıb ki, çalış ki, burada bu olmasın, bu olmasın. Yollayır bir yerə. Bu gedir elə əzazilcəsinə rəftar eləyir cəmaatla. Mən neynim, mənə tapşırıblar. Əmr almaq başqadır, sən tapşırılan şeydən zövq alırsan, əməlli başlayır. Deyir, sənə dedik, vur, sən öldürdün, lap. Nə olsun, indi mən demişəm, bunun bir başqa yolları da var da. Yəni, bir dəstə o cür adamlar idilər ki, onların gözünə girsinlər deyə, o yuxarıda oturanların gözünə girsinlər deyə, onların tapşırıqlarını canla başla yerinə getirənlər idi. Amma üçüncü bir dənə dəstə var idi orada. Məğlublardan danışıram. Üçüncü dəstə artıq onlar çox, bilirsiniz, çirk işlərə gedənlərdir. Kim, necə adamlardır? Normalda yaxşı adamlardılar. Onlar o adamlardılar ki, İmam Hüseynə məktub yazmışlar ki, gəl. Bilirsiniz niyə görə? Həqiqəti bilib yazmırlar. İmam Hüseyn yaxşıdır da, Peyğəmbərin nəvəsidir, gəlsin, pişnamaz deyəcək, iqtida eləyəcək. Bu rəhimli adamdır, biraz maaşımızı da qaldırar, filanlar, şərait yaradar biz üçün, yaxşı insandır, qəddardır, filan. Normal halda əla. Yəni, heç nə baş verməyib, can deyib can eşidirik. Elə ki, nəsə fitnə oldu, onda bilinir də, insan bir daha ayağı tapdalayım, görüm, neynəyəcəksən mənə, əgər hisslərindirsən, nə ilə döyərsən mənə, onda iç üz açılır vəziyyət dəyişəndə də. Və o cür adamlar idilər ki, onların dini, imanı ancaq dillərində, ağızlarındadır. Yəni, hər şey əladır, yola geyirək. Biraz çətinlik oldu, burunlayacağım mən bu adamı. Və onlar da o vəziyyəti dəyişdilər. Ubeydullah ibn Ziyad filan bu vəziyyəti dəyişdi, o adamlar çöndülər. Oradalar ki, hökumət deyir ki, öldür Hüseyni, onsuz da öldürəcəklər. Biz də nə bilim, biri həqiqətən
uydu bu şeyə, pulavlara ki, biz sənin üçün belə eləyəcək. O biri dedi, qorxuram, balalarım var, tutarlar məni, balalarımı incidərlər. O biri deyir, mən xəstəm var, xəstəmə baxıram. Biri dedi, kreditim var. Hərə bir şey bir dənə bəhanə gətirdi, bəli, bugünkü bəhanələrdən. Hadisələr dəyişir, amma xasiyyət, o əsas, o kök qalır yerində də. Bəli, adlar dəyişir. Hərə bir cür formada bir deyir ki, yox, mən vurmayacağım, hələ ya diyanaram orada, yox, onu vurmaram. Amma məqam düşəndə, sən xeyr ola diyanmısan. Bu cür nə? Müxtəlif o xırdalarda artıq bunlar çirk işlər görənlərdir. Bunlar kütlədir. Kütlə də belədir ki, kütlədə də belə bir xüsusiyyət var da. Bir dənə hay-huy elədilər, o rus sözü var, naura hələ getdilər, gəlib çıxır, məsəl üçün, bura niyə gəlmişdik biz, indi nə istəyirik? Məqsəd başqa idi, qalxdılar, hayla, küylə getdilər, çatdılar, məsəl filan yerə, birdən-birə şuar dəyişdi. Məsəl üçün, Qarabağ, məsəl üçün, Qarabağa azadlıq filan gəldi, azadlıq, arada birdən biri qışqırdı, Allahu Ekber, buna bir dənə dini don giyindirdilər. Bir dənə gicin biri qışqırdı ki, məsələn, istefa, ham başladı, istefa, nə dəxli var, onun ilə nə əlaqəsi var? Yəni, kütlədə var da bu şeydə, bağlıca. Ona görə kütləvi məsələlərdə həmişə ehtiyatlı olurlar ki, təxribat törənməsin də. Yəni, məqsədin nədir? Məqsədin budur ki, bu işi görəsən. Bunu normal görgünən də. Amma bilə-bilə o bulamacaya çöp soxanlar var ki, hələ dəyişdirirlər ki, başqa yerə məcrası geçsin söhbəti. Kütləni bu cür idarə edən adamlar var idi orada. Bəzən anladırlar ki, yox, gedirik, qabağını alacaq ki, bura gəlməsin filan. Necə gəlməsin? Dala da qayıtmağa qoymurlar, mühasirəyə alıblar. İş işdən keçəndən sonra ki, müharibə ki başladı, o onu vurdu, bu bunu vurdu. Qan ki gördün, gözün qan tutdu, daha onda bilinmir kim nə deyil, kim nə deyil. Bu yandan da başlayırlar ki, onsuz da bu olacaq da, hələ biz vuruşmasaq, biz eləməsək, başqaları eləyəcək, sonra bizi incidəcəklər bu formada, bu cür məsələlər. Hər dəfə daha çox informasiya aldıqca bu Kərbəla vadisi adam dəhşətə gəlir ki, bunun nə müsibətdir. Və o anda fikirləşirsən ki, biz indi bunu eşidib əgər bu cür təsirləniriksə, orada o Hüseyn və onun ailəsinin keçirdikləri hisslər, yəni sözə sığmır. Əlbəttə ki, onlar ona görə başqa bir cəsarət təcəssümüdür mənə görə hamısı. İnsan Allahı onun müəyyən istiqamətdə yönəltdiyini necə anlaya bilər ki? Allah onu yönəldir. Yəni ümumiyyətlə bu yol tək başına gediləsi yol deyil. Bu yolu Allah Teala özü bilə-bilə belə eləyib ki, tək başına getməyəsən. Əvvəla Peyğəmbər yollayıb. Peyğəmbərin də öz nümayəndələri olub. Axı, hansı sahədir ki, insan başına götürsün, geçsin? Hansı sahə var elə? Maşın sürmək istəyirsən, mütləq təlim keçməlisən. Bunun bu tərəfi var, bunun nəzəriyyəsi var, bir də praktikası var. O, biz yezda deyirdilər də. Məsələn, gedib bir nəzəriyyəsindən imtahan verirsən, bir də praktiki imtahan orada. Hər sahənin özünün mütəxəssisi var və mütəxəssisin tövsiyələri var. Bütün sahələr belədir. Varmı elə bir sahə ki, onun mütəxəssisi olmasın və yaxud da ki, kör-körənə gedib öyrənməsin. Mümkündür və əlləli xüsus. Adi bir dənə maşındır, nə bilim, gedirsən, harasa bir xırda bir şey, mebel alırsan, verdim sənə mebeli, ged indi bunu yığ. Bu mütəxəssisi gəlib yığmalıdır da. Bu cür şeylər üçün ki, o qədər mən misal çəkmişdim, bir dənə dönər zakaz verir, nə qədər burada şeydir ki, duzunu belə elə, istiyotunu belə elə, mayonesini belə elə, nə bilim, sveysini belə elə, salyonusunu belə. O qədər bir dənə üstündə şeylər yaradırlar ki, indi sən Allah'a gedən yoldur. Götür elə səllimi, Allah mənim ürəyimdədir, mən Allah'ı sevirəm, bir dağıdıyam, həli şey yoxdur. Hər şeyin bir qaydası, adabı var. Allah Füzuliyə rəhmət etsin, deyir ki, ey küllüm quşi qavfil fəzahi eşqidə.
könlümün quşu. Eşqin fəzasında qəflətdə xəbərsiz gəzməklə. Gəzməyi könlümün quşu qafil fəzayı eşqidə. Çün bu səhranın güzərgahlarda min səyyadı var. Burada bizə nə qədər ovçu var? Adi bir A nöqtəsindən B nöqtəsinə gəlsən, Waze-lə gəlsən ki, bir qabaqda polis var, nə qabaqda nə bilim radar var, orada maniyə var, burada təhlükə var. Sən əbədi həyata gedən yoldur bu, əbədi səadətə aparan yoldur. Bunu eləmişik bilirsiniz necə? Allah mənim ürəyimdə deyir, mən Allahı sevirəm, mən də Allah xoşbəxt eləsin, get də belə. Axı, insan anlamalıdır ki, hər yolun bir mütəxəssisi var. Bu sualı nədən sual verdiniz ki, insan necə bilə-bilə mütləq mütəxəssislə zad olmalıdır, əlaqə olmalıdır ki, o ona yol göstərməlidir. Sizin kim olub mütəxəssisiniz həyatda? Bizim də ustadlarımız olub da, indi ibtidaidə biri olub, məsəl üçün, sonra qalxdıqdan biri. İlk əvvəlindən mənim babam mənə öyrədib, yəni Quranı, filanı, yəni o savadlı adam olub. Hə, o öyrədib. Ondan sonra da yavaş-yavaş bilirsiniz necədir? Hər kəs, hər ağıllı söz deyən, hər yaxşı bildiyim, hər ağıllı bildiyim, hərədən bir şey öyrənirsən də, əsas odur ki, həvəsin olsun. Əsas odur ki, düzgün düşünə biləsən. O bayaq dedim, ağıl səni düzgün qapıya yönəlsin. Bu məntiqlə gedirsən, ta ki, gəlsən bir yerə çıxırsan. Ki, artıq o həqiqi qapını tanıyırsan və oradan da yol açılır. Allahın göndərdiyi işarələri görməməyimizin səbəbi nədir və onları necə görək ki, Allah bizə işarələr göndərir? Bizim dinimiz təfəkkürün üzərindədir. Baxın, digər peyğəmbərlərdə möcüzə olub da, məsəl üçün, İsa əleyhissalam ölü dirildirdi. Bəli. Musa əleyhissalamın əsası, nə bilim, suyu yardı, əjdahaya döndü, nə istəyir eləyir bu üçün. Bu möcüzələri görüb dinə gələnlər ki var idi ya. Onlar bir dənə sehir gördülər, qeyri-adi bir əcaib bir şey gördülər, dindən çıxdılar. Amma heç eşitmirsiniz ki, bizim peyğəmbərimiz, nə bilim, qeyri-adi də neysə, yox, bizim peyğəmbərimizin möcüzəsi Qurandır. Kəlimə, söz, sözün möcüzəsi. Və söz hara dirənir? Təfəkkür. Və Peyğəmbərimizə birinci əmr gəlib, Quran nazilində. Oxu, kitab verməyib, deyir, oxu. Bunu düşünmək lazımdır ki, sualımız nə idi? Ki, Allah bizə hansı işarələri göndərir ki, biz görmürük, bütün onları necə görürük? O oxu var idi ya, bütün işarələrə bax. Günəşin çıxmağına, günəşin batışına. Quranda bir söz nə qədərdir? Bax da, filan şeyə bax da, görmürsən filan şeyi. Toxumu görmürsən, siz əşirsiniz, onu becərdən mənəm. Bu su işlədirsiniz, baxın, görün, suyu hardan, necə gəlir su. Bütün hər şeyə diqqət elə, hamısı əslində mesajdır, hamısı. Amma bəzən olur ki, məxsus ümumi mesajlar var, bax, Quranda da müraciətlər var, ya eyyuhən-nas, ey insanlar, hamısı. Ya eyyuhəl-ləzinə amanu, ey iman gətirənlər, adden ver. Ya ulul əlbab, ey ağıl sahibləri. Bu cürünə müraciətlər var. Və gedirsən, getdiyin yerdə bir adam çıxır qabağa deyir ki, sən hara gedirsən? O hara gedirsən, elə bir dənə intonasiya ilə deyir, ya elə bir dənə ixlasla dayanırsan, getdiyin yolu fikirləşmirsən. Ümumiyyətlə bu gedirsən, sən hara gedirsən? O hara qaçırsan, cəmaat bizə baxır, bir cənub şəhərində deyir. Ya bu hara gedirsən sən? Deyirsən, kimsən marketə gedir. Ha, onu demirəm, ümumiyyətlə hara gedirsən? Qəribə bir dostumuz var idi, atasının xaricdə təhsil alırdı dini. Atası rəhmətə getdi, gəldi dəfninə çata bilmədi. Dayanıb, indi qapının ağzında cəmaat demirlər, dəvət edirlər.
Bu da cəmaata deyir ki, gəlin qapı açıldı. Nə qədər qapı açıldı, gəlin girin içəri. Bu ev üçün demir, bu əslində tövbə qapısını. Yəni kişi öldü, tövbə eləmədi dünyasını. Nə qədər qapı açıldı, o tamam başqa söz deyir. İndi tutan tutur da. Onu tutmaq üçün də Allahın elə mesajı bu idi ki, Allah Peyğəmbərə Quran verdi. Quran sözdən ibarətdir. İnsan gərək sözə qiymət versin. Dünyada ən bahalı şey sözdür. İnsan sözə qiymət versə, bütün mesajları tutacaq. Söz canlıdır axı. Bəli, bayaq dediyiniz səs məsələsi. Bəli. Səs sözü çatdırır. Sözü çatdırmaq üçün bəli. Əsas o sözün özüdür, o məna. İnsan sözə qiymət verəndə insanın özü də qiymətli olur, sözü də qiymətli olur. Çünki ən sonuncu Peyğəmbərin ən böyük möcüzəsi sözdür, Qurandır. İnsan sözə qiymət verəndə artıq söz səs demək deyil, səsə ehtiyac olmur. Sözə yaxşı qiymət verən işarələrdən də anlayır. Bir böyük ustad olub, tələbələri ilə gedirmiş, Şərq ölkəsində də gedir, köhnə vaxt olur, maşın zad vaxt olmur. Görür bir dənə uzun qulaq gedir yüklə, birdən gözü sataşır ona, səmtini dəyişir. Uşaqlar görür, müəllim ustad səmtini dəyişdi, bunlar düşür bunu dayacan. O eşək hara gedirsə, bu da düşür dalıcan gəlir. Uzun qulaq gəlir, bir yerə çatır, qapıdan çıxırlar, onun yükünü götürürlər. Uzun qulaq bir dənə gərnəşir, gərnəşəndə bir dənə də fırlanar kişiyə də baxır elə. Kişi başlayır ağlamağa. Bilirlər ki, sənə nə oldu bu? Uzun qulaq ölmüş ağlayırsan, nə məsələ? Dedi ki, onun bir missiyası var idi, bu yükü buradan apardı ora. O yük də kitabı idi, mən ona görə getdim Nazan. O boşaltdı yükünü, gərnəşdi, rahatlaşdı, baxdı mənə ki, vay sənin halva. Bu kitablar hamısı sənin üstündə, çiynində, beynindədir. Sən bunlara necə təhvil verəcəksən, mən missiyamı yerinə getirdim. Sənin bu qədər boynunda haqlar var ki, çatdırmalısan bunları, deməlisən, cəmaata yaşatmalısan. Onun üçün ağlayıram ki, o uzun qulaq ola. Yükünü boşaltdı, rahatlaşdı. Mən yükümü necə boşaldacağım? Yəni bu mükəlləfiyyət ki, gəlib mənim boynuma, mən bunu sizə çatdırmalıyam. Ağır məsələdir, ya Allah da Peyğəmbərə deyir ki, çatdır. Çatdırmasın, misyon tamam deyil. Hər birimizin boynunda haqdır ki, bir nəfərə əyridirsə, o mənim boynumda qalıb, mən onu düzəltməliyəm. Neyimə lazım filan kəsdir, neyimə insan deyə bu. Qonşunun evi yanır, neyimə lazım, nə deyib, neyimə lazım deyəcək, sən yana-yana gəlib, sənin də öyün yanacaq. Bugünkü günün problemidir, biganəlik. Hamısı, bəli, biganə, insanlar insanlığa biganədir. Sən bir qonşuya ürəyin yanmasa, onun yanğısı gələcək, sənin də öyü basacaq. İnsanlar bir-birlərinə çox biganədir. Hərdən birinə bir təmənnasız bir yaxşılıq eləyirsən, adam dəli kimi baxırlar ki, görürsən, bunun fikri nədir, məqsədi nədir? Yaxşılıq elə. Niyə eləyirsən bu yaxşılıq? Yaxşılıq yaxşıdır deyiləm. O bir dənə türklərdə var idi, belə bir şey çıxmışdı. İyilik iyidir. Biri qəbrinin üstünə yazmışdı. O da yaxşılıq yaxşıdır da, bu yaxşı niyə eləmirsən? Elə də. Bayaq dediyiniz məsələ, yaxşıları sevmək lazımdır ki, yaxşı olasan da. Bu yaxşılığı eləmək üçün, halbuki bu gün səndən heç fədakarlıq gözlənilmir də, yaxşılıq da elə. Onun üçün ölümə gedənlər olub ki, bu yaxşılığı eləyim. Amma Allah yolunda. Amma Allah yolunda. Təəssüf ki, və sonda müasir insanın ən böyük xəstəliyi nədir? Mən fərq qoymuram müasirlik və yaxud da ki, lap ibtidai bəşəriyyət, Adəmdən özü bu yana. Bir dənə xəstəlik var əslində. Və bütün günahlar bir şeyin üstündə gəlir. Adama deyərlər ki, qəribə gəlir, o nədir o xəstəlik? Bayaq dini termindən desək, təkəbbür, dini termindən. İndi bu müasir termindən desək, ego, mənəmçilik. Sual verirlər, insanla Allah arasında olan pərdə nədir? Deyir, mən, egoda, mən.
İmam Sadiqdan soruşub. Deyir, bəs çarəsi nədir? Deyir, Allah qabağında özünü fəqir bilmək. Allah qabağında özünü gücsüz bilmək. Çünki insan gücsüz biləndə özünü istərsiniz Allaha sığınır. Sığınanda birləşirsən oraya. Bir dənə damcı gəlir düşür dəryaya. Çevrilir orada özü də dərya. İnsanların bütün, nə müasirin, nə keçmişin, bütün günahların kökü gəlir, bir dənə təkəbbürün üstünə çıxır. Adam deyər ki, məsələn, təkəbbürün. Məsələn, qeybətin təkəbbürlə nə əlaqəsi var? Qeybəti kimisə xoşuma gəlməyən adam üçün eləyirsən. Onu aşağılamaq istəyirsən, özün yuxarıda olasan. Onu aşağılayırsan. Bir adamı sevməmək özü də təkəbbürdən irəli gəlir. Hansı günahı deyirsən? Sən şərabı götür, sən qumarı götür. Bu şərab var, məsəl üçün, neysə ləzzət eləyir. Mən var da, burada ego var da, mənə ləzzət eləyir. Hətta ən bədbaxtçılığı odur ki, bəzi insanların ibadəti də təkəbbürdəndir. Ki, mən ibadətdə rahat oluram. Sözə bax, rahatlanıram, təbiyyətlə bütövləşirəm, Allahla bütövləşirəm. Nə qədər mən olar, mən nədir? O, bunu sındırmaq üçün fədakarlıq lazımdır. Egonu sındırmaq üçün. O məni yığışdırırsan, o. Ancaq o. Ancaq o. Bu Şəms Təbrizi ilə Cəlaləddin Rumi də olur. Deyir, qapını döyür. Deyir, kimdir? Deyir, mən. Cəlaləddin Rumi qapını döyür, Şəms Təbrizi deyir, kimdir? Deyir, mən. Deyir, mən sənə aşiq bilirdim, səndə mən var. Sözə bax. Nə deyirsin, qapını döysün, desin sənsən. Deməlidir mənəm də. Yəni ki, bu məcazi mənada deyir ki, yəni insan o məni aradan aparsa, o qalacaq da. Nə gözəl. Sonda arzu edirəm ki, biz hər birimiz o mənimizi üstündə işləyək və bayaq dediyimiz kimi həmişə sözümüzün gücü olsun. Çox sağ olun ki, gəldiniz. Allah razı olsun. Təşəkkür edirəm sizə. Sağ olun.